Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə riyazi əməllər haqqında danışacağıq. Başlayırıq toplama, çıxma. Bunlar bizə riyaziyyatdan da məlum olan sadə əməllərdir. Fərqli, qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq əməliyyatları yerinə yetirirəm. Tutaq ki, məsələn, yazıram 15 üzərinə gəlsin 7. Bunun nəticəsini görməkdən ötəri print A yazıram bura və kodu işə salıram. 22 çıxardır məndə. Sadə bildiyim toplamadır. 2 ədəd, 3 ədəd, 5 ədəd və s. toplaya bilərəm. Eyni zamanda bu ədədlərin fərqinə baxa bilərəm. Bir məsələni nəzərinizə çatdırım ki, burada verilən yazıçılar fərqli şəkildə görə bilərsiniz. Testlərdə qarşınıza fərqli şəkildə çıxa bilər. Tutaq ki, məsələn, bu 15 üzərinə gəlsin 7 sadə şəkildədir. Ola bilər ki, tutaq ki, məsələn, bu şəkildə yaza bilərlər 15 üzərinə gəlsin 7-ni. A üzərinə gəlsin bərabərdir 7. Bax, bu yazılışda, bu 4-cü sətirdə yazdığımız yazılışda A-nın qiyməti neçədir? 15. Birinci qiymət üzərinə gəlsin 7-ni saxlayır özündə. Gəlin bu kodu işə salıram, yenə də 22 görə bilərsiniz. Və yaxud da ki, məsələn, ola bilər ki, 2 dənə dəyişən olsun. B bərabərdir 7. Gəlsin, burada da A üzərinə gəlsin B olsun. Yenə də eyni bir nəticəni çıxarır bizə. Və yaxud da ki, 3-cü dəyişən əlavə edə bilərik buradan. Yaza bilərik ki, C bərabərdir A üzərinə gəlsin B şəkildə olsun. Burada da təbii ki, cəmi saxlayır C dəyişəni. Ona görə C dəyişənini yazıram printə. Yenə də cavab nəticə dəyişmir. Yəni, fərqli şəkildə toplama görə bilərsiniz. Və yaxud da ki, çıxma da eyni qaydada görə bilərsiniz. Və uşaqlar, deməli bir şeyi yadınızda saxlayırsınız ki, tutaq ki, məsələn, biz burada bir neçə sətirdə neçə dəyişən yazıb və qiymətlər müəyyən etmişik. Və yaxud da ki, məsələn, bu yazdığımı, tutaq ki, məsələn, gəlirəm burada C-yə də bir qiymət deyirəm. C bərabərdir 25 olsun. Printdə də ki, A üzərinə gəlsin, B üzərinə gəlsin, C cəmini saxlasın. 47. Bax, fikir verin, burada 3 dənə fərqli sətirdə 3 fərqli dəyişən yazmışam və fərqli qiymətlər müəyyən etmişəm. Bunu eyni bir sətirdə də yaza bilərəm. Gəlirəm buradan bir sətir daxilində necə yazırıq? A, B, C bu şəkildə yazıram. A-nın qiyməti 15 idi, B-nin qiyməti 7-dir, C-nin də qiyməti 25-dir. Bax, fikir verin, baxıram burada. Birinci dəyişənim nədir? A dəyişəni. Birinci qiymətim nədir? 15. Deməli, A dəyişəninin qiyməti 15-ə bərabərdir. İkinci dəyişənim B-dir, ikinci qiymətim 7-dir. Deməli, B-nin qiyməti 7-dir, C-nin qiyməti 25 olacaq. Yenə də çapına baxsaq, eyni bir nəticəni görə bilərik burada. Deməli, eyni zamanda bunların fərqinə də baxa bilərəm. Gəlirəm bu şəkildə. Mənfi 17. Yəni, bu ədədlərin fərqi mənfi 17-yə bərabərdir. Belə. Yaxşı, bu olur ədədlər üzərində toplama çıxma qaydası, bildiyim qaydadır. Əgər, tutaq ki, məsələn, mötərizə verilibsə, birinci mötərizənin daxilini hesablayıram, sonra digər əməliyyatları yerinə yetirirəm. Bu şəkildə. İndi isə mətn tipli verilənlər üzərində əməliyyatlar var. Həmən əməliyyatlara baxaq. Görək mətnlər. Tutaq ki, məsələn, mətn tiplərdə A bərabərdir yazıram buradan. Dırnaq daxilində yazıram. Tutaq ki, salam. B bərabərdir yazıram. Dostlar. Və A ilə B-nin cəminə baxıram. A üzərinə gəlsin B. Uşaqlar, deməli, mətn tipli verilənləri toplayarkən hər zaman yanaşı yazır. Baxıram nəticəyə, fikir verim, salam dostlar. Yanaşı şəkildə, bitişik şəkildə yazır burada. Tutaq ki, məsələn, arasında bir probelin olmasını istəyirəmsə, gəlirəm burada salamın sonuna və yaxud dostların əvvəlinə bir probel əlavə edirəm. Bu şəkildə salam dostlar. Bu şəkildə çıxır. Eyni zamanda ədədlərə də baxaram. Tutaq ki, məsələn, gəlirəm buradan yazıram 25. Burada yazıram 96. Normalda ədəd olsa bunları cəmləyir də 96-nın üzərinə 25 gəlirəm. Amma mətn tipli, dırnaq daxilində yazmışam deyə mətn tiplidir və necə bunları yanaşı yazacaq. Baxıram 25-96 şəkildə yazır. Bu olur mətn tipli verilənlər üzərində toplama əməliyyatı. Çıxma əməliyyatı yerinə yetirə bilmirəm. Yəni ki, sətirdən sətirə çıxa bilmərəm. Belə. Yaxşı, bu printi silirəm buradan. Davam edirik. İndi isə gəldik vurma əməliyyatına. Vurma əməliyyatı ulduz işarəsi ilə, bu qeyd olunan işarə ki var, bu işarə vasitəsilə vurma əməliyyatını həyata keçirə bilirəm. Tutaq ki, A bərabərdir, tutaq ki, məsələn, 7 vurulsun 5. İcra edirəm. Printi yazmamışıq bura, ona görə bir şey çıxartmadı. Yazıram bura print A. Gəldim, burada icra edirəm 7 vurulsun 5. 35. Və yaxud da ki, uşaqlar, bayaq cəmdə necə dedim ki, fərqli şəkildə görə bilərəm bu cəmləri. Eyni fərqlilik vurmaya da aiddir. Tutaq ki, məsələn, bunu yaza bilər bu şəkildə də. A vurulsun bərabərdir 5.
Bu şəkildə də görə bilərsiniz. Və yaxud da ki, digər formatda da başqa dəyişənlər fərqli-fərqli A dəyişəni, B dəyişəni, C dəyişəni olar. Bunları belə deyək də bir-birinə vura bilərik. Yaxşı. Bu oldu bizim vurma əməliyyatımız və onu da nəzərinizə çatdırım. Mətnlər üzərində də vurma əməliyyatı həyata keçirmək mümkündür. Necə? Gəlin baxaq. A bərabərdir yazıram bura. Tutaq ki, məsələn yazıram Python. Gəlirəm B bərabərdir yazıram. Yadınızda saxlayırsınız ki, sətri sətrə vurmaq olmur. Sətri ədədə vura bilərsiniz. Gəlirəm burada yazdım B bərabərdir 5. Bu da A olsun, B yazaq bura. Yaxşı. Gəlirəm A-nı B-yə vururam. Və normalda ədədlərin vurulmasını bilirəm də mən. Sətirləri vuranda isə Python touch məsələn yazmışam bura bir dənə Python. 5-ə vururamsa 5 dənə Python yazacaq. Necə yazacaq? Yanaşı yazacaq bu şəkildə. Python, Python, Python. 3 dəfə olsa 3 dəfə yazacaq Python. 2 dəfə olsa 2 dəfə yazacaq bu şəkildə. Neçə dəfə olsa o qədər dəfə yazır. Belə, aydındır. Amma sətr tipli tutaq ki, məsələn vursan, 3 yazsan bura, yəni icra eləmək istəsən, fikirləşsə belə bir səhvlik çıxardır. Yəni ki, biz nə edə bilərik? Biz yalnız sətr tipini ədəd tipli vura bilərik. Tutaq ki, məsələn gəlsin olsun burada Python yerində hər hansı rəqəm də ola bilər. Tutaq ki, məsələn yazıram bura 9. 9 vurulsun 5. Bu sətr tipli olduğuna görə nə edəcək? 5 dəfə 9-u yanaşı yazacaq. 5 dənə 9-u daha doğrusu yanaşı yazacaq bu şəkildə. İndi gəlirik çıxdıq qüvvətə yüksəltmə əməliyyatına. Qüvvətə yüksəltməkdən ötəri 2 ulduzdan istifadə edirəm. 2 ulduz. Normalda bilirəm yuxarı indeksdə yazılır. Tutaq ki, məsələn 2-nin kvadratı kimi. Burada isə 2 ulduzdan istifadə edirəm və birinci hissədə yazıram əsası, ikinci hissədə isə yazıram nəyi? Qüvvəti. Tutaq ki, məsələn tapmaq istəyirəm 7-nin kvadratını. 2 dənə ulduz, 7 olur əsasın, 2 də olur mənim qüvvətim. Yəni birinci hissədə yazıram əsası, ikinci hissədə isə yazıram qüvvəti. Kodu işə salıram, 7-nin kvadratı. Burada A vurulsun B yazmışıq deyə bu şəkildə bir cavab çıxartdı bizə. Gəlirəm burada print A yazıram. 49 bu şəkildə çıxdı. Belə. Bir məsələ də ki var. Tutaq ki, məsələn siz əgər yeni bir dəyişənə mənimsədilmiş ifadədə qüvvət və vurma əməllərini görə bilərsiniz. Gəlirəm buradan 2 vurulsun 5 də yazıram. Bu şəkildə olduqda uşaqlar, deməli birinci qüvvəti tapırıq. Sonra nəyi tapırıq? Hasili tapırıq. Gəlirəm buradan baxıram. 7-nin kvadratı 49, 49 vurdum 5-ə bu şəkildə. Yəni bu şəkildə vurulanda, yəni siz 2-ni 5-ə vurub 7-nin üzərində 25 yazmırsınız. Birinci hər zaman tapırsınız nəyi? Qüvvət üstün. Sonra isə hasilini tapıram. Birinci qüvvət üstünə baxıram, sonra hasilinə baxıram. Bu şəkildə. Yaxşı, indi isə keçirik bölməyə. Bölmənin fərqli növləri var. Var adi bölmə. Baş məsələn A bərabərdir yazıram. 17 bölünsün 5. Bu 17 bölünsün 5 dədə-baba bölməsidir. Yazıram bura print A. Yəni normalda məsələn 17-ni 5-ə bölürəm necə düşür? 3,4. Burada da olur 3,4. Olduğu kimi yazır burada. Yəni ki, tam hissə və kəsr hissəni qeyd edir hər zaman. Yox, var indi burada tam hissəni tapmaq. Tutaq ki, məsələn, mən 17-ni 5-ə bölürəm, tam hissə nədir? 3-dür. Əgər mən gəlsəm, 2 slashdən istifadə eləsəm, A bərabərdir, 17 bölünsün 5. Bu bölmə artıq tam hissəni qeyd edir bizim üçün. Gəlirəm, tutaq ki, məsələn, yaxşı. Bunu A yazmıyaq, B yazaq bunu, B yazaq. Gəlirəm, burada yazıram print B. Bu şəkildə. Baxıram ki, fikir verin, birinci A dəyişənində deyək, adi bölmədən istifadə edirəm, 3,4 olduğu kimi çıxardı. İkincində isə 3 çıxartdı. Yəni ki, 17-nin içərisində neçə dənə 5 var? 3 dəfə. Tamını çıxardır. Baxmır bura. Oldu 3. Sonra keçirəm buradan qalıq hissənin tapılması. Bu isə yerdə qalan qalığı tapır. Gəlirəm, tutaq ki, məsələn, yazıram buradan C bərabərdir 17 faiz işarəsini qeyd edirəm burada 5-ə. Nə olacaq? 17-ni 5-ə böləndə qalır nə qalır? 2 qalır da. Deməli, bizə çıxartmalıdır nəyi? 2-ni. Print C. Bu şəkildə 2. Bax, fikir verin. Birinci hissədə bu hissə oldu 3,4. Gəlirəm, bax, burada qeyd edirəm. Bunun qiyməti nə oldu? Oldu 3,4. Keçirəm, bura baxıram.
Bunun qiyməti nə oldu? 3 oldu. Tamdır deyə. Bunun qiyməti nə oldu? Bunun da qiyməti oldu 2. Bax, fikir verin. 17-ni bölüb 5-ə böləndə nə qalır? 5 dəfə, daha doğrusu 3 dəfə tam düşür. Tamı burada qeyd olunub. Qalığı nə qalır? 2 qalır. Bildiyim bölmədir. Şimdi qeyd edir burada. Qalığı tapır burada. Belə. Bu olur bizim bölmə əməliyyatımız. İndi gəlirəm ədədin rəqəmlərinin tapılmasına. Tutaq ki, A bərabərdir 47 yazıram. Deyirəm ki, 47-nin rəqəmlərinin cəmini tap. Və yaxud da ki, 47-nin rəqəmlərini tap. 47-nin rəqəmlərini tapmaqdan ötəri, uşaqlar, deməli, ədədin ümumiyyətlə rəqəmlərini tapmaqdan ötəri bölmə əməliyyatından istifadə edirəm. Hansı bölmədən? Təbii ki, tam hissənin tapılması və qalıq hissənin tapılması. Tutaq ki, məsələn, 47-də birinci rəqəm 4-dür. 4-ü necə taparam? Yazıram bura elə rəqəm 1 yazıram. Rəqəm 1-i necə taparam? 47-ni, daha doğrusu, hətta 47-nin birinci rəqəmi, 4 rəqəmini necə əldə edə bilərəm? Baxıram ki, A-nı mən gəlib buradan 10-a bölsəm, necə bölsəm? Tam şəkildə bölsəm də nə olacaq? Tutaq ki, gəlirəm, yazıram buradan da print rəqəm 1 bu şəkildə. Gəlib baxıram ki, görürəm ki, həqiqətən də yaxşı. Gəlin bu printləri silək buradan ki, qarışmasın beynimiz. Belə. İcra edirəm. Bax, fikir verin, 4 çıxdı. Deməli, nə oldu? Rəqəm 1-im 4-dür də. Həqiqətən də ki, görürəm ki, 47-nin birinci rəqəmi 4-dür. Yaxşı, indi biz 7-ni tapmalıyıq da, ikinci rəqəmi tapmalıyıq. Gəlirəm buradan, yazıram ki, rəqəm 2. Rəqəm 2-ni necə taparam? Təbii ki, rəqəm 2 10-a bölünməsindən alınan qalıqdır da. Düzdürmü? Görürəm ki, 47-ni 10-a böləndə tam düşür nə? 4. Qalıq qalır 7. İndi qalığı tapmaqdan ötəri nə edirəm? Qalığı tapmaqdan ötəri bax, gəlirəm bu faiz işarəsindən istifadə edirəm. 10-a bölünsün. Yaxşı. 10-a böləndə qalıq qalır 7-də, düzdürmü? Gəlirəm indi buradan rəqəm 2-ni tapıram. Yaxşı, rəqəm 2 yazdım bura və kodu işə saldım. Görürəm ki, ikinci rəqəm həqiqətən də 7-dir. Birinci rəqəmin 4-dür, ikinci rəqəmin də 7-dir. Rəqəm olaraq baxdıqda. Yaxşı, indi ola bilər ki, məsələn, şərtdə deyə bilər ki, 47-nin rəqəmləri cəmini tap. Onda sən gəlirsən, nə edirsən? Rəqəm 2 üzərinə gəlsin rəqəm 1. Və yaxud ki, rəqəm 1 üzərinə gəlsin rəqəm 2. Toxumların yerini dəyişdikdə cəm dəyişmir. Baxıram ki, rəqəmlərin cəmi 11-ə bərabərdir. Bu şəkildə. Yaxşı, indi uşaqlar, bu iki rəqəmli ədədin rəqəmlərinin tapılmasıdır. İndi 3 rəqəmli olarsa, tutaq ki, məsələn, gəlib 475 olarsa necə tapacam? Gəlin baxaq, görək 475-i 3 rəqəmli olarsa necə taparam? Rəqəmlər artsa necə taparam mən bu rəqəmləri? Yaxşı, baxıram ki, buradan mənə nə lazımdır? Rəqəm 1, rəqəm 2, bir də rəqəm 3 lazımdır. Burada yazıram rəqəm 3. Rəqəm 3. Yaxşı, indi gələk bunları tapaq. Rəqəm 1, mən tapmalıyam birinci rəqəm nədir? 4. 4 rəqəmini tapmalıyam. 4 rəqəmin görək necə tapa bilərəm? Deməli, gəlib 4 rəqəmi tapmaqdan ötəri 475-də axı bu. Yazaram ki, A tam şəkildə bölünsün. Tam şəkildə. Neçəyə? 100-ə. İndi belə bir səhv verdim. Niyə? Çünki rəqəm 2, rəqəm 3 bərabər bir şey yazmamışam burada. Ona görə. Rəqəm 1-ə baxıram indi. Baxıram ki, 4 çıxdı. Deməli, 475-i 100-ə tam bölsəm, birinci rəqəmi tapıram. Bu oldu birinci rəqəmin tapılması. Və yaxud da ki, uşaqlar, deməli, başqa necə tapa bilərik birinci rəqəmi? Başqa da bu şəkildə tapa bilərik. Deməli, A-nı bölərəm 10-a tam şəkildə. Neçə düşür? 47, düzdürmü? Baxaq, həqiqətən də 47. Bayaq 47-ni necə tapdım? Yenə də 10-a böldüm də, düzdürmü? Gələrəm buradan bu şəkildə. 10-a bölərəm, 1 də 10-a bölərəm. Baxıram ki, deməli, biz bölmə işarəsini qoymamışıq bura. Gəlirəm burada 1 də 10-a bölürəm. Baxıram ki, 4 çıxdı. Yəni ki, o şəkildə də yaza bilərsiniz, bu şəkildə də yaza bilərsiniz. Keçirəm rəqəm 2-yə. Rəqəm 2-ni necə taparam? Rəqəm 2 bərabərdir. Rəqəm 2 nədir məndə? 7. 7 rəqəmini necə taparam? Yaxşı, 7 rəqəmini tapmaqdan ötəri. Gəlirəm burada yazaram. A tam şəkildə bölünsün 10-a. 47 qaldı. Düzdürmü? Rəqəm 2 oldu 47. Yaxşı, gəlin elə bunu da göstərək burada. Rəqəm 2 oldu artıq 47. Bura qədər oldu 47. Bayaq 47-nin ikinci rəqəmini necə tapmışdım? 10-a böləndə qalır. Yerdə qalan ədəddir də 7. Onda gəlirəm buradan bölürəm 10-a və işə salıram. Görürəm ki, 7. Deməli, nə oldu? Mən rəqəm 2-ni də tapdım.
Rəqəm 3 isə rahat formada tapılacaq artıq. Sonuncu rəqəmi tapıramsa, fərq eləmir. 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli ədəddir. Sonuncu rəqəmi tapıramsa, hər zaman 10-a bölürəm. Necə bölürəm? Qalıqlı. Yəni, qalıq hissəni tapıram deyə faiz işarəsindən istifadə edirəm. Faiz şəklində olan bölmədən istifadə edirəm. A bölünsün olacaq 10-a. İndi gəlirəm, burada rəqəm 3-ü deyirəm, çapa ver. Baxıram ki, buradan 5. Üçüncü rəqəm nə oldu? 5 oldu. Yaxşı. Deməli, birinci rəqəmi tapdım. Gəlin belə yazaq ki, rəqəm 1 yazıram. Keçirəm print. Rəqəm 2 yazıram. Keçirəm bir də print rəqəm 3-ü yazıram bura. Print. Rəqəm 3. Yaxşı, baxıram, görürəm həqiqətən də birinci rəqəmim 475-də nədir? 4. İkinci rəqəmim nədir? 7. Üçüncü rəqəmim nədir? 5. Bu şəkildə yazıb tapa bilərik. Şöyə rəqəmli olsa, yenə də eyni qayda ilə tapıb nə edirik? Əlavə edirik. Uşaqlar, bu ikinci dərsin PDF-i də var bizdə. Bunu da əldə etməkdən ötəri bizimlə əlaqə saxlaya bilərsiniz. Bu şəkildə. Sonuncu rəqəmin silinməsi. Sonuncu rəqəmin silinməsi nə deməkdir? Sonuncu rəqəmin silinməsi ədədin 10-a bölünməsidir. Yəni ki, 348-də 8 silməkdən ötəri 348-i tam şəkildə 10-a bölürsən. Belə. Yaxşı, bugünkü dərsimiz də bu qədər. Növbəti dərslərimizdə görüşmək ümidi ilə.